Qardaşınız normalni arxasına əyləşdirib, yəni avtoşluq eləyirik bura. Bugün insanların vəhdət günüdür, İslam ümmətinin izzət günüdür. Bütün evlərdən xoş dualar ucalsın. Kasıb evlərdən ucalan dualarda yer alır. Həqiqət eşqinə döyünən ürək, yayılsın hər yana azan avazı, məsciddə qılınsın cümə namazı. Tanrı dərgahına qalxsın əlimiz, duasız olmasın bugün dilimiz, duasız olmasın bugün dilimiz. Bir-birinizi təbrik eyləyin, vəhdət üçün hamını səzləyin, gününüz xeyirlərlə tək olsun, cümləniz sizin mübarək olsun. Saat 11 və bizim axırıncı payımızdır ki, ehtiyaclı ailəyə veririk. 2 dənə makaron götürüb 8 dənə kamera ilə ehtiyaclı ailələrin evinə getmək olar. Onları sevindirmək olar. Amma onların üzün çəkmək, ictimaiyyətə göstərmək tərbiyəsizlikdir. İşi göstərmək olar, təbliğat üçün, təşviqat üçün. Amma insan abrını aparmaq şəxsiyyətdən deyil, kasıb evlərdə ucalan dualarda yer alın, sizləri Allaha tapşırın.